Salam dostlar, hoş gördük sizleri. Bugün 9 Mart 2025 yıl Xaçmaz Qoyun Bazarındayım. Kıymetlerle sizi tanış etmek istedim. Allah bazar versin. Sağ ol, ben güzel. Sağ ol. Ana bana koyunu aleşedi. 4 yaşında. 4 yaşında da. Allah bazar versin da. Cavanı da ha. Cavan. Kaçıncı sabah? 4 yaşında da değil. Sağ ol, sana mısın? Sağ ol. Kardeş kesiler mi sede ana bana? Çekmiyor. Çekme değil kardeş. Çekme değilse çekmiyor. Kardeş Allah bazar ver. Ana bana oyunu anlaşacağız. 350'ye. Keçile şeydi. Hoştu. Boş. 350'ye. Olsun kardeş Allah bazar ver. Kardeş ana bana mesela 320 var. Kardeş ana bana ne şeydiyse? Ana bana ne şeydiyse? 300 var. Bu kuzular ne şeydi? 280. Allah bazar versin. Neçə kilo ola bilər? Bilmirsən, ha? $320'ye. Buka! Vay Buka! Bir tane koyun var gel bak. Bilirsən qardaş, keçilər var. Allah bakalım. Sağ ol. Ha, keçilər də var orada. Ne gelmişse gelmiş. Ha nedir ne? Olsun qardaş, Allah bazar versin. Ne durar ne şey? Hərəsinə. Pınla pulsuz nedir bu? Pulsuzdur. Ha şimdi ne diyeyim mesela? Bunlar yaşlı heyvanlar da. O zaman ya şey ne yaşlı? Görünür. Bir şey biraz bakımsız ol. Çoban fərli olmayıp yiyip dağılıb da. Bu koyunlar zaman koyundu. 8'i balaldı. Su boğaz. 290 manatla. 290 manat. O keçiləri silirsən. Kesləri də sən çəkiliş eləyib gəlmisən. 110-dan balalı keslər hamısı. 110. Qardaşın telefon nömrəsi var. Balakənləndir qardaş. Balakən. Sənə çəkmir. İstəyən olsa əlaqə saxlaya bilər. Olsun qardaş, işin avan. Allah bazar versin. Sağ ol. Necədir bazar? Şükür Allah bazar da. Keçən bazarla bu bazarda fərq var. Yok hele bayram məlaqədə toylar aldı. Gedişat yok. Olur. Toğlar neçəsin də? 450 de. 450. 60 kilo diri çekil. 60 kilo diri çəkmisən də. İkisi de 60 kilo diri çekil. Olsun qardaş, Allah bazar versin. Sağ ol. 11 aylık. 11 aylık. Ha, kuzular neçədir? Neçədir sən quzunu? Quzunu. 280 də. Əmri kuzular. Allah bazar versin. Böyük kuzu neçədir sən? 340. Çəkmirsən də yağı çəksin. Neçə kilo olur?
38 kilo. 38 kilo diri çəkir. Qaç bu quzu neçədir? Onu deyirəm 310 var. 310 var. Dayalla bazarı olsun. Canlı açıqdır. Aha. Quzu neçə edirsən? Alsın Balacanı 300 manat. 300 manat. Qaç böyüyü neçə edirsən? 350 manat. 350 manat. Böyüyü neçə kilo çəkisi var? 32 kilo da diyeceksin. Çəkirsən. Olsun qardaş, Allah bazarı versin. Kilosu var evde. Desək nə hesablayırsan sən 32 kilo? 20 manat kilosu. 20 manata düşmür axı. 40 manata düşür. Təmiz ət neçə düşür 20 manata? Neçədir bu? Olsun qardaş, Allah bazar versin. Qardaş, Allah bazar versin. Neçədir qoyun? 200 manat. 200 ana baladır? Ana var deyil, tek. Tək Cavan qoy. Cavan. Şuna var mı? Qardaş, şuna var mı? Boğaz da yoksa? Bu yok. Yok. Subay, subay. Subay. Neçədir? İyi babaların şeydi bu. 2 yol baba. Neçədir? 400 manat. 400 manat. Şuna var mı? Sağ ol. Ha, çəkmişəm qardaş. Təkrar birinin anasıdır. Tamam. Qardaş, bu qara qoçlar neçə edirsən? Onu 800'e deyirəm, onu 650. 800'e 650'ye. İstəyər olsa əlaqə saxlaya bilər. Telefon nömrəsi var. Olsun qardaş, Allah bazar versin. Qardaş, işin avan olsun. Sen bana çekmişsin, bir de gelmişsin çekilmeye. Yaxşı çəkmərəm bura. Qardaş, ana bala oyun neçə edirsən? Səni çəkmərəm ki. Dördüzə. Ana bala cavan heyvandır, ha? Kuzular neçədir qardaş? 260 var. 260 manatdan. Erkek kutlar. Erkek kuzular. Təxmini belə neçə kilo, yoxsa saxlamaq üçün var? Saklamak Olsun qardaş. Şuna band olsun. Saxlamaq məqsədinə. Amma Allah bazar versin. Qoçu neçə edirsən? 550. Neçə kilo oldu? Vallahi. Ha, damazlıq məsələsi. Ha, oldu. Şuna band olsun, damazlıq. $270 ne? Kardeş kuzular ne şey diyorsun? 250'den demişim. 250 200. Şuna var mı? Onu istemezsen Niye böyle oyunu verirsen? Şuna var mı olsun? İran Kardeş, İran. Kardeş kuzular ne şey diyorsun? 300 manat. Neçə kilo olar? 16 kilo. Bahçılıdır, her aylarda ne yazılır? Ucuzluq dedi. İyi. Bahçılık dedi. Bahçılıdır Hem kuzun da şey diyorsun. Yaxşı demə. Hem demədi, düzgün demədi. Dövlət istədi, demədi. Qardaş kuzun neçə deyirsən? 200 manat. Tək kuzu 200 manat. Arabalar neçədir? 280 manat. Qardaş Allah bazar versin.
Bunlar ana baladır yoksa? Yok, tek kuzular da var. Anabala var. Ana balalar neçə verirsən? Anabala 320 deyirsən biraz yaşlı. yaşlı. Güngür var yaşlı. Ha, yaşlı. Bəs bu quzular neçədir? Bu kuzular 230. 230 manat. Kuzular saxlamaq məqsədindən 200 manata qoyunlar ana tek qoyun. boğazdır. Ha, boğaz. Keçi neçə deyirsən? Keçin 230 deyir. 230. Anabala. Ana bala. Qardaşın telefon nömrəsi var. İstəyən olsa mənimlə əlaqə saxlaya bilər. Yox, sən yox. Qardaş, kuzular neçə deyirsən? 300. Çəkmirsən yağa çəksin. Neçə kilodur? Diri çəksin nə qədər? 37. 37 kilo. Neçə ilə hesablayırsan qardaş? 19 ilə gidiyor. 19 ilə hesablayır qardaş. 19 manat. Bazar baha bazarda et kalkıyor 19 ilə. 19 manat. Kurbanlı koçlar da var kurbanlıda. Lazım olsa arada saklayabilirler. Olsun qardaş, şınavan olsun. Sağ ol. Ama Allah bazar versin. Ana baladır. Anabala da hamısı. Neçə baş ana bala heyvanı var? Şu tek balananda ikisi ekiz. Əkizləri neçə ilə deyirsən? 550'ye. 550. Təkləri bəs 450'ye. 450. Olsun əmi, Allah bazar versin. Sağ ol. Qardaş, əkiz də, hə? Cavan keçidir. İkinci qal. Qiymət neçədir? 320. Olsun, Allah bazar versin. Qardaş, Allah bazar versin. Sağ ol çok. Ana bala adamsın? He. Neçə başdır? 21 tane. 21 dənə ana bala. Neçə qarın veriblər? İkinci, üçüncü, dördüncü, beşinci kahve. Qiymət neçə iləndir? Kıymeti 380 mi? 380 min. Razılaşma var. Ha, düzelçerik. Olsun qardaş. Kaçmaz da. Ha, kaçma. Qardaş Allah bazarı versin. Çok sağ ol. Ana bala da. He. Neçə baş? Deməli 8 baş heyvandır, 6'sı ana baladır, ikisi boğaz. Neçə ilə verəcəksən? Biri əkizdir. Ha, əkizdir. Beşi tek balalıdır, əkiz bax budur, balalar. Cavan heyvan. Yaşlı qoyun. Yaşlıdır değil mi? Ha, cavan değil, yaşlı qoyundur. Balaların da bir dişi, bir erkeği. Əkiz 450 manat ha. 200-450. Aha. O bunlar bəs təklər neçədir? Təklərdəki balalar 350 manatda. Aha. Boğazlar da biri yaşlıdır, 150 manata. Biri cavandır, budur. Hadi bu qoyun. Kürək. 320 manat. 320 manat. Kaçmaz da ünvan. Ha, kaçmaz rəvan bərqişlaqdır. Qayğışlar kəndi. İstəyən olsa əlaqə saxlasın. Qardaşın telefon nömrəsi var məndə. Hem Allah bazar versin. Çok sağ ol, hoş geldin. Sağ ol. Bu cins koyunlar hansı çoktur? Bu cinsin adı nedir? Cins koyunları almışam, satlı değil. Satlı yeri koyunlar. Ha yeri bunu almış koyun. öldür. Onu satmak için yok. Yok, kanalını salmışım. Saklayacaksan. Ha, saklayacağım. Ha, olsun kardeş. O yeri koyunları satıram. Yerler neçədir? 450 anabala. Anabala 450 manattan. Ha, 450 manat. Kaçmazdadır. Taşmazda. İstəyən olsa əlaqə saxlasın. Telefon nömrəsi var 5 məndə. tane koyunum alıb anabala. 5 dənə. Olsun əmi, Allah bazar versin. Sağ ol. Bu qoçlar da sənindir. Bunlar yok, satlı. Olsun. Allah bazar versin. Sağ ol. Necəsən qardaş? Şu zavan olsun. Sağ ol. 2 dənə toğlu gətirsən ha? Almışam. Almısan? Neçə almısan? 630 var. Bütün? Neçə kilo çəkisi var sən? Dünya görmüş adamsan. Biri 38 kilo geldi. Biri çəkir. Biri 38 kilo geldi. Biri 40 kilo. 17 manatla aldım. 17 manat aldı. Yəni tərəziyə çək atıb aldı da. Tereziye atı 2 kilo nefes çöp aldım. 2 kilo nəfər çıxılır. Qayda qanun belədir. Ata baba qaydasında. Ata baba qaydasında. Bəziləri çıxmırlar. Bəziləri çıxmır ha. İndi sağ olsun qardaş. 2 kilo nefes çıxıb. Satmaq fikrin var, yoxsa kəsəcəksən? Yox, aparacağım. Olsun qardaş. İşin avan olsun. Allah razı olsun.
Ciğer için o şüphesi verir. Ha sen deliğini de 28 lira. Hindi alıp vuran mera. Az da olsana vur. Anabala neseydi? 570. Neçe gram o? Neçe balı verir? 4-5. Bu ne kadar gelir? Gram yarım. Kardeş kuzular neçe değilse? Hele 30 çorba. 230 mu? Sahamasın da. 30 çorba çekisi var. Kardeş toğlu neçedir? 280. 280'dir. Kardeşler, bir videonun da sonuna geldik. Sizden videomu beğenmeye xahiş edirəm. İnşallah növbəti videolarda görüşene dek. Sağ olun, sağ olun. Kardeşler, bu keçilər satılır. Hələbdən dönmə keçilərdir. 31 başdır. 17'si baralıdır. Qalan 14 baş isə yetik boğazdır. Bugün sabah doğmalı heyvanlardır. Cavan heyvanlardır. Kardeş qiymətini deməyib. Kardeşin telefon nömrəsini yorumlar bölümündə rəylərdə qeyd edəcəyəm. Zəhmət olmasa rəyləri oxuyun. Sabitlənmiş rəy olacaq. Onu siz başta görəcəksiniz. Ünvanı söyləyirəm. Ünvan Şabran rayonu Gəndov kəndi.